Nuseybə binti Kab radiyallahu anhə İslamla erkən tanış olanlardan idi. İkinci Əqaba beyətində Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə beyət edən qadınlar arasında yer aldı. Bu beyət sadəcə sözlə deyil, can bahasına verilən bir sədaqət idi. O, Allah Rəsulu sallallahu aleyhi və səlləmi qorumağa söz verənlərdən biri olmuşdu və bu sözünü həyatının ən çətin anında yerinə yetirdi. Uhud döyüşü, İslam tarixinin ən ağır sınaqlarından biri. Döyüşün əvvəlində Nuseybə radiyallahu anhə digər qadınlar kimi yaralılara su daşıyır, geri çəkilənlərə kömək eləyirdi. Lakin döyüşün gedişi dəyişib, müşriklər Peyğəmbərimizə tərəf hücum etdikdə meydanda fərqli bir səhnə yarandı. Nuseybə binti Kab yerə atılmış bir qılıncı götürdü, bir əlində qalxanla Allah Rəsulu sallallahu əleyhi və səlləm önünə keçdi. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Uhud günü belə buyurmuşdu: "Sağa sola baxdığım hər yerdə Nuseybənin yanında döyüşərkən gördüm." O gün Nuseybə radiyallahu anhə 13-dən çox yara aldı. Boynundan aldığı dərin yara günlərlə sağalmadı. Lakin o geri çəkilmədi. Öz canını düşünmədi. Düşündüyü tək şey Peyğəmbər sallallahu aleyhi və səlləmin təhlükəsizliyi idi. Bu sadəcə cəsarət deyildi. Bu, imanın zirvəsi idi. Döyüşdən sonra Allah Rəsulu sallallahu aleyhi və səlləm onun üçün dua etdi və buyurdu: "Allahım, onları cənnətdə mənim yoldaşlarım et." Bu dua bir qadın səhabə üçün deyilmiş ən böyük şərəflərdən biri idi. Nuseybə binti Kab radiyallahu anhə Uhuddan sonra da geri durmadı. Hudeybiyyə, Xeybər və Huneyn hadisələrində iştirak etdi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin vəfatından sonra isə Museylimə Kəzzaba qarşı Yəmamə döyüşündə iştirak etdi. Bu döyüşdə bir qol kəsildi, lakin imanından bir zərrə də əksilmədi. O, yalnız döyüşçü değildi, o anaydı. Oğulları da İslam yolunda şəhid və mübariz olmuşdular. Nuseybə radiyallahu anhə onları cihada özü təşviq etmişdi. Onun üçün iman nəsihət deyil, yaşayış idi. Nuseybə binti Qab radiyallahu anhə bizə bir həqiqəti öyrədir. İslamda fəzilət cinslə deyil, imanla ölçülür. Qadın olmaq onun sədaqətinə mane olmadı. Əksinə, imanlı tarixə yazdırdı. Onun həyatı göstərir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə sədaqət yalnız sözlə deyil, ən təhlükəli anda önə çıxmaqla sübut olunur. Nuseybə binti Kab radiyallahu anhə İslam tarixində qorxunun iman qarşısında necə əriyib yox olduğunu göstərən canlı bir şahiddir.